Salam dostlar, bugün sizə Subjunctive mood'un ikinci hissəsini təqdim edirəm. Dedik ki, Subjunctive mood faktı deyil, arzulanan, tələb edilən, vacib sayılan və ya fərz edilən situasiyalar bildirən feil formasıdır. Burada işlənən feillər birinci hissədə dayandırıb ona baxa bilərsiniz. Subjunctive fakt deyil, sadəcə tələb arzu və BR infinitiv tələb edir. Adətən mübtədalar fərqli olur, buna diqqət yetirirsiniz. Daha sonra Z strukturu və BR infinitiv gəlir. Nümunəyə baxırsınız. İstisna, Subjunctive moodda ikinci bir zaman işlənə bilərmi? Bu çox incə nöqtədir, bəli. Əgər institut, sözcük kimi feillər subyektiv tələbi yox, bəsit bir faktı, iddianı, həqiqəti bildirirsə, bu zaman subjektiv deyil, normal zaman uzlaşması tətbiq olunur. She instead that she was right. Mübtədalar eynidir və tərcüməyə də fikir verdikdə görürük ki, burada subjektiv mood deyil. Zaman uyğunluğuna fikir vermək lazımdır. Mübtədalar eynidirsə, cümlə sadələşir, ya infinitiv tolu məstər və yaxud da gerund ing-dən işlənir. Yaxud da cümlə dediyimiz kimi iddia bildirirsə, normal zaman uzlaşmasına fikir veririk. Siz videonu dayandırıb fərqlərə baxırsınız. Birər-birər nə kimi sualınız olsa yönəldin. Diqqətinizə görə sağ olun. Növbəti videoda görüşənə qədər.